Bismillahirrahmanirrahim ve bihi nesta'in. Yarın pazartesi Zilhicce ayı Hacılar ayının birinci günüdür. Bu ay şərəf, fəzilət, bərəkət və ibadət ayıdır. İlk 10 gününə əyyam-ı məlumət deyərlər ki, Quranda zikr olunmuş. Çox əziz Peyğəmbər Əfəndimizdən rivayət olunmuş ki, bu günlərin hayırlı əməli və ibadəti Allahın katında başqa günlərə görə daha sevimlidir. İlk 9 günün oruç tutması tavsiyə olunubdur və savabı bir ömür oruç tutmağın savabıdır. 10-cu gün Qurban günüdür ki, o günün orucu haramdır və mümkün olsa insan qurbanlıq ətindən yeyər ta ki, enerjisi, halı və tövfiqi ibadətə daha çox olsun. Bu gecədən etibarən 2 rəkət namazı vardır. Hər kimsə onu axşam və yatsı namazın ortasında qılsa, inşallah hacıların savabında ortaq olur. İmam-ı Baqir əleyhissalatu vesselamdan rivayət var ki, heç zaman Zilhiccənin ilk 10 gecəsinin namazını tərk etməyin və əgər bu namazı qılsanız, hacıların əməllərinin savabında ortaq olarsanız, həccə getmədiz bilə. Bu 2 rəkət namaz ki, axşamla yatsı namazın arasında qılınır, aynı sabah namazı gibidir. Həmdi oxur, sonradan tövhidi, yəni Qul Huvəllahı oxur, sonra Əraf surəsinin 142-ci ayətini oxur və va'adna Musa 30 leylə və ətməmnaha bi'əşrin fətəmmə miqatu rabbihi 40 leylə və qalə Musa liəxihi Harunə uxlufni fi qavmi və əslih və la təttəbi' səbiləl mufsidin. Sonra rüku və səzdələri yerinə gətirir, qalxır 2-ci rəkətə, aynısını söyləyər, yəni həmdi və Tövhid surəsini oxur, söylədiyim ayəti də təlavət eylər, sonra qunut tutur və rüku səzdələri yerinə gətirir, təşəhhüd salamla namazı bitirir. Bu günlərin başqa ibadətləri də var ki, yerinə gətirənlərdən məxsusən iltimas-ı davarımız. Vəssalamu aleykum və rəhmətullah.